Silahlı qüvvələrimizin 108 yaşı tamam oldu. Artıq 108 ildir ki, Azərbaycan ordusu Azərbaycanlıların keşiyində durur. Azərbaycan ordusu artıq qalib ordudur və biz təbii ki, torpaqlarımızın işğaldan azad edilməsində bir nömrəli səbəbkar olan Azərbaycan ordusuna bir ömür minnətdar olacağıq və nə qədər ki, Azərbaycan dövləti yaşayacaq, nə qədər ki, biz müstəqil ölkə kimi var olacaq və bütün Azərbaycanlılar hər zaman bizim baş tacımız olan Azərbaycan ordusuna minnətdar olacaq. Bugün mən bu videoda Azərbaycan ordusunun problemləri haqqında danışmaq istəyirəm. Azərbaycan ordusundakı problemlər haqqında yox, Azərbaycan ordusunun ordu zabitlərinin, ordu nəfərlərinin, bizim əskər və zabitlərimizin problemləri haqqında danışmaq istəyirəm. Azərbaycan ordusu bayaq qeyd etdiyim kimi artıq qalib ordudur. Bu xüsusi bir vurğudur. Biz 20-ci ilə kimi 2020-ci ilin sentyabrına kimi Azərbaycan ordusuna münasibət təbii ki 2020 müharibəsindən sonra Vətən müharibəsindən sonraki münasibətdən fərqlənməlidir. O vaxta kimi biz məğlub orduyduq və bu faktıydı. Azərbaycan 1-ci Qarabağ müharibəsində biz torpaqlarımızın 20%-ni işğal altında olan bir ölkə idik həmin o müharibədən sonra. Bizim minlərlə şəhidimiz olmuşdu, bizim minlərlə itkimiz olmuşdu və bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. Amma 2020-ci il sentyabrın 27-sindən sonra müzəffər Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, ləyaqətli savaş necə olur, ləyaqətli mübarizə necə olur və bugün biz bütün dünyada olan bitən bu hadisələri görəndə, dünyada baş verən müharibələri görəndə, həm Ukrayna müharibəsi olsun, İran, İsrail, ABŞ müharibəsi olsun və yaxud da İsrail-Fələstin müharibəsi olsun və digər bölgələrdə olan isti, qaynar bölgələrdə olan vəziyyətlərə nisbətən Azərbaycan ordusu çox parlaq bir qələbə qazandı. 44 gün ərzində Azərbaycan ordusu çox mərdlik nümunəsi göstərdi bütün dünyaya. Biz mümkün qədər sivil itkilərin qarşısını aldıq. Həm qarşı tərəfdən bizim torpaqlarımızı işğal edən kəslərin tərəfindən mülki insanların həlak olmasına rəvac vermədik. Mümkün qədər. Təbii ki, bu müharibədir. Burada hər iki tərəfdən təkcə döyüşən əskərlər yox, həm də mülki şəxslər həyatını itirə bilər və bu bütün müharibələrdə rast gəlinən bir haldır. Amma Azərbaycanın ordusu, Azərbaycan əskərləri mümkün qədər mülki itkilərin qarşısını aldılar və bu bütün dünyaya əslində nümunəvi bir addım idi. Bütün dünyaya humanist bir yanaşma sərgiləmək idi. Bütün dünyanın gözünün önündə bunlar baş verirdi. Müharibədən sonra isə biz görürük ki, Azərbaycan ordusuna bizim gözləntilərimiz olan münasibətdən, xüsusilə də dövlət tərəfindən nisbətən daha az diqqət və qayğı var. Və mən öz adıma şəxsən belə düşünürəm. Bizə bu qədər böyük əhəmiyyətə malik, bu qədər tarixi olan bir qələbə yaşadan insanlara, müharibəyə həm könüllü gedənlərə, həm ordu daxilində həmin dönəmlərdə əskər və yaxud da ki, zabit kimi fəaliyyət göstərən vətəndaşlarımıza yanaşma istənilən səviyyədə deyil. Siz təsəvvür edin, bugün qazi və veteranlara hələ də 80 manat müavinət verilir. Yəni 80 manat müavinət nə deməkdir? 2020-ci ilin müharibəsindən sonra müharibə iştirakçılarına hələ də dəyişməyən bir rəqəmdir bu 80 manat. Çox aşağıdır. Mən artıq bununla bağlı dəfələrlə video çıxışlarımda danışmışam. Təbii ki, mənim burada danışdıqlarım müəyyən kəsim insanlar tərəfindən izlənilir. Mən iddia etmirəm ki, bunu hökumət orqanları izləyir. Amma bunu izləsələr də, izləməsələr də, məncə onlar özləri də başa düşürlər ki, 80 manat çox aşağı bir rəqəmdir. Aşırı dərəcədə aşağı bir rəqəmdir. Minimum bugünkü biz Azərbaycandakı iqtisadi durumu, insanların rifahını nəzərə alsaq, minimum bu rəqəm 150-200 manat arası olmalıdır. Çünki bu insanlar, mən bunu bir dəfə də qeyd etmişdim, nə olsun müharibədən sağ qayıdıblar, döyüşdən sağ qayıdıblar. Onlar bugün canlı şəhidlərdir. Onlar bugün sağ qalan şəhidlərdir. Siz bir insan düşünün, gedir, göydən bombalar yağır, mərmilər var hər tərəfdə və bəzilərinin psixoloji durumu artıq əvvəlki kimi olmur. Çünki onun yanında, onun az qala qucağında, onun
Əskər yoldaşı bütün günün bir yerdə keçirdiyi bir insan dünyasını dəyişə bilər. Bunun çox böyük psixoloji travmaları var və bu bizim nəslin üzərində qalacaq bir 30 il, 50 il. O müharibə iştirakçılarının ömrünün axırına kimi onlarla yaşayacaq. Onların o döyüşlərdə gördüyü həm fiziki olaraq çəkdikləri əziyyət, həm mənəvi, həm də psixoloji olaraq. Bir ömür bu insanlar onunla yaşayacaqlar. Amma biz dövlət olaraq həmin insanlara təşəkkür qismində əgər 80 manat müavinə təyin ediriksə və bu xüsusilə də 6 il ərzində, bir neçə aydan sonra artıq 6 il olacaq. 6 il ərzində bu rəqəm dəyişmirsə, bircə manat belə dəyişmirsə, bu dövlət adına əslində bir ayıbdır. Azərbaycan ordusunun daha böyük problemi isə onun nüfuzuna xələl gətirən, onun üzərində, onun başının üzərində sanki bir Demokl qılıncı kimi rol oynayan Tərtər hadisələri. Bəli, Tərtər hadisələri hələ bizim müharibədən əvvəl, bizim qələbəmizdən əvvəlki illərə təsadüf edir. 2017-ci ilin iyun aylarına təsadüf edir. Amma Tərtər faciəsi adlandırdığımız həmin o məsələ, həmin o problem, həmin o faciə çox böyük bir rüsvayçılıqdır Azərbaycan ordusunun üzərində və bu hökumət tərəfindən, mən belə düşünürəm ki, hökumət tərəfindən Azərbaycan ordusunun üzərində bir Demokl qılıncı kimi saxlanılır. Tərtər hadisələri nə boyda böyük bir iş idi ki, hələ də onun tam olaraq məsələ aydınlığa qovuşmur. Biz hələ ki, tam olaraq doğrudur, bəli, məhkəmə prosesləri hələ də davam edir. Yüzlərlə insana bəraətlər verilib, kompensasiyalar ödənilib, müəyyən kəslərə, hansı ki, onların günahsız olduqları rəsmən Azərbaycan məhkəmələri tərəfindən hətta sübuta yetirilir. Ölən bir neçə şəxsin, həmin o işgəncələr altında dünyasını dəyişən bir neçə şəxsin tamamilə günahsız olduğu, onların heç də satqın olmadığı, onların şərəfli bir zabit olduğu məhkəmələr tərəfindən sübut olunub. Amma hələ də bir Tərtər hadisəsi, biz Tərtər hadisələrinin əsas səbəbkarlarının, əsas bu planı quranların Azərbaycan ordusunun üzərində o boyda böyük bir ləkə salmağa çalışan insanları və hətta ləkə salan insanları, işgəncə əmrlərini verən insanların kim olduğunu, bu böyük bir planın, böyük bir tələnin kim tərəfindən qurulduğunu biz hələ də tam olaraq məhkəmə qaydasını təbii ki, bilmirik. Dolayısıyla yolla hərəkəsinin öz müxtəlif fərzələri ola bilər. Daha böyük fərzələr təbii ki, burada Rusiya tərəfinin vasitəsilə bu planın qurulduğu və o vaxtki baş qərargah rəisinin də burada elə bir nömrəli iştirakçı olduğu iddiası var idi. Təbii ki, bunların hamısı bir iddiadır. Bu, məhkəmə qaydasında öz sübutunu tapmayıb. Və məhkəmə qaydasında öz sübutunu tapmırsa və o insanlar həbs olunmurlarsa, layiq olduqları cəzalarını görmürlərsə, bu ədalətin təmin olunması demək deyil. Dünyasını dəyişən insanlara bir neçə gün, bəziləri 20 gün, bəziləri 2 həftə müddətində işgəncələrə məruz qalan insanlara müxtəlif kompensasiyaların ödənilməsi bu məsələnin həlli deyil. Bəli, bu həll yollarının biridir və yaxud da ki, həll yollarının müəyyən qədər faizidir. Amma Tərtər hadisələrinin tam həll olunması və Tərtər hadisələrinin Azərbaycan ordusu üzərində artıq Demokl qılıncı kimi istifadə edilməsinin bitməsi üçün bu məsələ tam şəffaflığa qovuşmalıdır. Və artıq bu məsələ bir nöqtə qoyulmalıdır və bunun üçün siyasi iradə lazımdır. Bu məsələdən Azərbaycan ordusunun əleyhinə istifadə etmək, bu məsələdən Azərbaycan ordusunun baş üzərində Demokl qılıncı kimi hər an aktiv formada saxlatmaq, bu, bilmirəm mən buna nə ad vermək olar. Və xüsusilə də artıq Azərbaycan ordusu qalib ordu olandan sonra, Azərbaycan ordusu Azərbaycanlılara tarixi bir zəfər qazandırandan sonra, Azərbaycan ordusu biz Azərbaycanlılara 200 ildən sonra qələbə qazandırdığı üçün və bugün xalq tərəfindən Azərbaycan ordusunun nüfuzu, Azərbaycan ordusuna hörmət, izzət, qayğı gözlə görülür. Həqiqətən bunu biz küçədə çıxaq, bir nəfər hərbi formada olsun, əskər paltarında olsun, bir gənc və yaxud da ki, nisbətən yaşlı bir rütbəli bir zabit olsun, fərqi yoxdur. Hamı tərəfindən hörmət və izzətlə qarşılaşır. Yəni, Azərbaycan xalqı bu dəqiqə mənim fikirlərim yanlış anlaşılmasın. Mən xalq qismindən bunu demirəm. Azərbaycan xalqı Azərbaycan ordusuna çox böyük hörmət edir, etməlidir də
Amma Azərbaycandakı siyasi qruplar, Azərbaycanda bugün idarə edən hakim siyasi elita, onların Azərbaycan ordusuna münasibəti necədir? Onların Azərbaycan ordusu üzərində hər hansısa bir qısqanclıq səbəbləri üzərindən ümumiyyətlə diqqəti, qayğısı nə dərəcədədir və hansı siyasi məqsədlərə görə Azərbaycan ordusu bugün tam da nüfuz sahibi olsun deyə istənilmir. Bunlar baxın tamamilə ayrı mövzulardır. Mən bir daha bütün Azərbaycan ordusunun şəxsi heyətini, əsgər və zabit heyətini təbrik edirəm və 108 il yox, ümid edirəm ki, biz daha uzun illər, hətta gələcək nəsillər, 200 ildən sonra, 300 ildən sonraki Azərbaycanlılar da daima Azərbaycan ordusunun, Azərbaycan Silahlı Qüvvələr gününü xüsusi təmtəraqla qeyd edəcəklər. Çünki Azərbaycan ordusuna bu yaraşır. Azərbaycan ordusuna həmişə qalib ordu statusu yaraşır.